Axşamınız xeyir balaca dostlarım. Hər gecə olduğu kimi bu gecə də yeni bir nağılla görüşünüzə gəlmişik. Bəs siz necə? Hər gün bizimlə görüşməyə tələsirsiniz? Elə isə sizi çox gözlətmədən başlayaq. Bu axşam sizə hökmdar istəyən qurbağalar adlı İtalyan nağılını danışacağam. Çox qədim zamanlarda Olimp dağlarının zirvəsində tanrılar tanrısı Yupiter yaşayırdı. O, dağların, dənizlərin, heyvanların və insanların hakimi idi. Dağın düz ətəyində böyük bir göl vardı. Bu gölün sakinləri şən, qayğısız və çox danışan qurbağalar idi. Əvvəllər qurbağalar azad həyat sürürdülər. Kefləri istəyəni edirdilər. Heç kim onların işinə qarışmırdı. Bir müddət sonra qurbağalar bu azad həyatdan sıxılmağa başladılar. Elə quruldaşmağa başladılar ki, səsləri Olimp dağlarının zirvələrinə qədər gedib çıxdı. Onlar bununla tanrı Yupiterin onlara bir hökmdar göndərməyini istəyirdilər. Qoy bizi hökmdar idarə etsin. Nə edəcəyimizə o qərar versin, yol göstərsin. Yupiter əvvəlcə qurbağaların bu istəyinə məhəl qoymadı. Amma qurbağalar elə gürültülü, elə haykü ilə danışırdılar ki, dayana bilməyib əlinə keçən bir ağac parçasını düz gölün ortasına vızıldatdı. Şaqqıltı ilə gölün ortasına nəyinsə düşdüyünü görən qurbağalar səslərini kəsdilər. Həmin şeyin Yupiterin onlara göndərdiyi hökmdar olduğunu zənn etdilər. Göylərdən gələn bu hökmdarın nə deyəcəyini, verəcəyi əmrləri gözləməyə başladılar. Amma hökmdarın heç səsi çıxmırdı. Uzun müddət qurbağaların gürültüsü gəlmədi. Çünki bu səssiz, səmirsiz hökmdarın yanına yaxınlaşmağa qorxurdular. Tanrı Yupiterin göndərdiyi bu səssiz hökmdarın xasiyyətini hardan bilək? Sakit görsənə bilər, amma birdən yanına yaxınlaşanda bizi məhv edər, deyə düşünürdülər. Xeyli vaxt keçdikdən sonra gənc qurbağalardan biri Yupiterin hökmdar kimi göndərdiyi taxta parçasına yaxınlaşdı. Yavaş-yavaş yanına getdi. Əvvəlcə toxundu, sonra üstünə çıxdı. Ardından da hoppanıb düşməyə başladı. Nə edirsə etsin, kralın səsi çıxmırdı ki, çıxmırdı. Bunu görən bütün qurbağalar ağaca yaxınlaşdı. Üstünə dırmaşıb, atılıb düşməyə başladılar. Axşama qədər ağacı yosun bürümüş, tam kirlənmişdi. Qurbağalar isə hökmdardan bezmişdilər. Ertəsi gün qurbağalar Yupiterdən yeni hökmdar istədilər. Elə yüksək səslə yalvarırdılar ki, Yupiter dözə bilmədi, amma bu dəfə qurbağalara ilan hökmdar göndərdi. İndiyə qədər hökmdarlarının çox səssiz və səmirsiz olduğundan şikayətlənən qurbağalar bu dəfə yeni hökmdarın onlar üçün çox təhlükəli olduğundan narazı qaldılar. Yeni hökmdara heç yaxınlaşa bilmirdilər. İlan ətrafında qurbağa görən kimi bir dəfiyə udurdu. Qurbağalar tanrı Yupiterdən yeni hökmdar istəyərək yenidən quruldaşmağa başladılar. Yupiter isə onlara belə cavab verdi. Sizə əvvəlcə sakit və itaətli hökmdar göndərdim. Bəyənmədiniz. Elə isə indi vəhşi və qorxunc hökmdarınızı sevməkdən başqa çarəniz yoxdur. Çünki bunu da istəməsəz, daha betəri ilə razılaşmalı olacaqsınız. Qurbağalar xətalarını anladılar, lakin artıq çox gec idi. Çarəsiz qalıb ilanın hökmdarlığı ilə barışdılar. Bax elə o gündən bəri ağılsız qurbağalara ilanlar hökmdarlıq edir. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.